Niyə bu ay bayramdır? Ona görə ki, bu ay belə deyək də, misli görünməmiş şəkildə bizi təmizləyir. Mən bunu çox demişəm, dünən də bir məclisdə dedim, burada da bugün təkrar edirəm. Bir alim deyirdi ki, əgər Ramazan ayı olmasaydı, çətin biz müsəlman kimi ölə bilərdik. Bilirsiniz, iman oğrusu çoxdur da dünyada. Şeytan iman oğrusudur, dünya çox çətindir, düzgün yol getmək, həqiqəti tapmaq, vəzifəni müəyyən eləmək. O qədər adamlar var ki, namazla cəhənnəmə gedir, uçuruma gedir. O qədər insanlar var ki, cəhalət onları uçuruma sürükləyir. Hər cür insan var. Bütün bu çətinliklərin içində təmiz qalmaq çox çətindir. Biz ruhlarımızı çirkləndiririk. Allah göndərir Ramazan ayını ildə bir dəfə. Gəlir ruhumuzu yuyur, təmizləyir. Tərtəmiz eləyir bizi, gedir.